Az yaşda olmasına baxmayaraq, o peşəkar futbolçuların etdiyi idman hərəkətlərini rahatlıqla yerinə yetirə bilir. Cəllabadın Şıxlar kənd sakini olan Zeynəb Tanrıverdiyeva 7-ci sinif şagirdidir. Doğmalarının sözlərinə görə Zeynəb bu bacarıqları heç bir müəllimdən dərs almadan yalnız internet vasitəsilə öyrənib. 9 yaşım var idi. Kompüterdə hərəkətlərə baxırdım. Birdən Ronaldonun hərəkətini gördüm. Ondan sonra gördüm ki, Ronaldo nə qədər top çiləyir. Mən də top çiləməyə başladım. Artıq 2 ildir ki, Zeynəb ardıcıl olaraq futbol məşqləri eləyir və bu sahədə öz bacarıq və təcrübəsini daha da inkişaf etdirir. Zeynəbin atası əvvəlcə qızının futbola olan marağını ciddi qəbul etməsə də, sonradan onun bu işlə müntəzəm məşğul olduğunu müşahidə edib ona dəstək olmağa başlayıb. Su qablarının o qapaqlarını düzürdü həyətə. Gəlib gördüm işləndə, yəni düzürdü həyətə. Onlarla başlayırdı ki, müxtəlif hərəkətlər eləməyə. Əvvəllər yəni mənə qəribə gəlirdi ki, bu uşaq bu neynir, bu nədir bunların. Topla gördüm ki, yəni bu adi bir köhnə topla tapırdı hardansa indi. Biz top almırdıq. Təbii ki, yəni fikirləşirdik ki, qız hara, top hara, yəni heç birimizin ürəyimiz isə deyildi. Qız üçün dərslərini oxusun. Amma vaxt getdikcə, zaman getdikcə gördük yoxdur. Yəni bu uşağın qabağını almaq olmur. Düzdür, əvvəl biz tərəddüd edirdik ki, yəni dərslərindən kənar qalacaq, yəni dərslərini hazırlamayacaq, yəni çox narahat olurduq. Amma o elə nizamlayır ki, yəni nə dərsinə maneçilik olsun, nə də ki idmanına maneçilik olsun. Ona görə də İnşallah, yəni yenə deyirəm, yəni nə dəstək biz valideynlər tərəfdən lazımdırsa, o göstəriləcək. Hazırda 12 yaşlı Zeynəb Cəllabad rayonunda oğlanlar arasında futbol oynayan yeganə qızdır. Oyun zamanı göstərdiyi çoxsaylı aldadıcı hücum hərəkətləri görənlərin marağına səbəb olub. Sonradan bu görüntüləri mobil telefonlara çəkən azarkeşlər onu sosial şəbəkələrdə paylaşıblar və bundan sonra futbol komandaları balaca Zeynəbin bacarıq və istedadının şahidi olub. Onunla maraqlanmağa başlayıblar. Bakıdan dəvət olunan qızcığaz özündən böyük qızlar arasında keçirilən yarışlarda uğurla çıxış eləyərək məşqçiləri təəccübləndirməyi bacarıb. Sabah futbol klubundan bunu zəng vurdular, dəvət elədilər ki, gətirin baxaq, belə bu uşaq. Biz də apardıq Bakıya. Belə orada 17 yaşlı qızlar var idi. Sabahın həmin futbol klubu da Azərbaycan çempionu olmuşdu. Orada yəni Zeynəbin istedadını gördülər. Baxmayaraq yəni özündən bir neçə yaş böyük uşaqlarla bildi ki, bu uşağın potensialı var, bunun gələcəyi var. Bundan sonra Sabah futbol klubu 12 yaşlı Zeynəblə müqavilədə bağlayıb. Azarkeşi olduğu komandanın bir parçası olmaqdan qürur duyan Zeynəbin ən böyük arzusu isə gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməkdir.